Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Məmmədlikən 10 saylı Körpələr evi uşaq bağçasında olduq. Səliqə səhman, nizam-intizam, körpələr ilə xoş davranış bizi valeh etdi. Hər dəfə bu bağçaya gələndə çox istedadlı uşaqlarla rastlaşırıq. Dilləri hələ düz əməlli söz tutmayan az yaşlılar bizi görən kimi şeir söyləmək həvəsinə düşdülər. Balaca Məryəm öz şeiri ilə bizi salamladı. Ey hörmətli müəllim, hər sözümdə yerim var. Hər çətdə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyi ağacları, gül çiçək solmaları. Dünyada sənin qədər bağlı baban tapılmaz. İlk təməl mərhələsi olan bağça insan ömrünün başlanğıcı deməkdir. Təhsil bağçadan başlayır kəlməsi doğrudan da həqiqəti əks etdirir. Səbr və təmkinlə hər körpənin qayğısına qalmaq bu bağçadakıların ən öndə işidir. Uşaq bağçası erkən yaş dövründə uşaqların sosial, emosional, təhsil və qayğı mühiti insan ömrünün əsas təməl dövrlərindən birinə böyük təsir göstərir. Bu dövrdə uşaqların əldə etdiyi vərdişlər və biliklər onların gələcək həyatına birbaşa təsir edir. Bağçamız 2014-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimiz dövründə çalışmışıq ki, vətənə layiqli övladlar yetişdirək. Çünki bu bizim başlıca məqsədimizdir. Biz bütün körpələrə ana qayğısı ilə yanaşırıq. Onlara böyük sevgi bəxş edirik. Məhz ona görə ki, onları həyata sevgi dolu yetişdirək. Elə məhz bunun üçün də bağçada təhsil verənlər öz işlərini layiqincə görürlər. Cəmlə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.